Hoş gördük əziz dinləyicilər. Bilirsiniz, hər dəfə bir məsələ olduqda bildiririk ki, bax mən demişdim, bax biz demişdik. İndi söz yox, artıq mən demişdim, biz demişdik, biz xəbərdarlıq etmişdik kimi sözlər heç də kimlərinsə canını xilas etmir. Amma demək məcburiyyətindəyəm. Çünki Ukrayna-Rusiya müharibəsi başlayandan bəlkə ən çox bu barədə məlumat verən və Azərbaycanlıları ayırmağa çalışan insanam. Təəssüflər olsun ki, cəhalətimiz imkan vermir. Cəhalətimiz işrətə qulaq asmaq, işrətə necə deyirlər, izləməyə yol verir və ciddi sözləri, ciddi mesajları insanlarımız oxumur və eşitmək istəmir. Amma indi bizim cəhalətimiz artıq bizim ölümümüzə gətirib çıxardır. Balalarımızın ölümünə gətirib çıxardır. Bütün millətlər cəhalətindən hər şeyi itirirlər. Biz də cəhalətdən az çəkməmişik. Amma bu günləri bizim Rusiyaya gedən qardaşlarımıza elə ki biz bu barədə danışdıqda, bu müharibənin alovundan danışdıqda hər kəs deyirdi ki, aşı burada belə bir şey yoxdur. Bu günləri xiyar satanlarımız, pomidor satanlarımız artıq demək olar ki yoxdur, qırılıblar. O insanlar ki müharibə yaşı çatırdı və Rusiyanın mənfur dövləti onları aparıb məhv elətdirdi Rusiyanın çöllərində və yaxud da ki Ukraynanın çöllərində. Təəssüflər olsun ki, nə qədər dedi, amma insanlarımız anlamadı. Mən bu barədə çox məlumat verdim ki, hamınızı öldürəcəklər, hamınızı qıracaqlar, hamınızı yoxa çıxardacaqlar. Niyə? Çünki bu günləri Putin hakimiyyətinin hakimiyyətdə qalmasının yeganə əsası müharibə aparmaqdır. Yeganə əsası. O öz millətinin artıq 1,5 milyon çoxunu öldürüb, bəzi millətləri yoxa çıxardıb, buryatları yoxa çıxardıb, adıgeyləri soyqırım etmiş və onlarla milləti soyqırım edib dünyadan silmiş bir millətdir. Amma bu günləri isə biz onun artıq şahid olduq ki, çox vardı bu barədə məlumatlar, amma yenə də artıq bu məlumatlar sızır ki, artıq tələbələri də, Azərbaycan tələbəsini də salıblar, döyüblər və imza attırıblar ki, sən müharibəyə getməlisən, o da müharibəyə getməyə razı qalıb. Yəni, onsuz da müharibəyə getməsə, onu vurub öldürəcəklər. Dostlar, nəyin bahasına olursa olsun getməyin. Yəni, sizin canınızdan əziz deyil, o institutda olsun, o universitet olsun, o oxumaq olsun, kimsə oxumaq adıyla fərqi yoxdur. Nəzərə almaq lazımdır ki, Putin hökumətinin, yenə deyirəm, həyatda qalmasının yeganə çıxış yolu müharibə aparmaqdır. Onun üçün müharibədə kimin ölümü artıq əsas deyil. O tələbələri də, hər kəsi də öldürəcək. Artıq Azərbaycan tələbələrin də bir neçə tələbə barəsində artıq məlumat yayılır ki, güclə müharibəyə aparıblar, oxumağa getmişdi. Artıq bu günləri o müharibənin, necə deyirlər, cinayətkarı sayılır. Amerikada bir kəşfiyyat naziri çox yaxşı bir məlumat vermişdi ki, müharibəyə girən insan cəmi 10 dəqiqədən sonra demək olar ki, ölür kimi belə bir məlumat vermiş. Çox ciddi bir statistikadır. Amma dostlar, yenə deyirəm, nə qədər cahil olsaq da, nə qədər cəhalətə geçsək, ciddi şeylərə baxmadıq, qulağı asmadıq, ciddi məlumatları eşitmədik, yalnız əyləncəyə getdi. Amma sizin bu cəhalətiniz, yəni əsasən Rusiyaya gedən qardaşlarımızın cəhaləti, əsl, doğru informasiya eşitməmələri artıq onların canlarına, mallarına, necə deyirlər, bərabərdir. Və bugün artıq universitetə gedən də digərləri üçün də təhlükə yaranıb. Yəni, kim Rusiyaya gedirsə, onu yaddan çıxartmasın ki, birbaşa o müharibənin bir hissəsinə çevrilə bilər. Təşəkkür edirəm.